Atletika. Bugünkü dərsimiz müəllimlər atletika olacaq. Atletika Yunan sözü olub, mənası mübariz, hərəkət deməkdir. Eramızdan əvvəl 776-cı ildə keçirilən qədim Olimpiya oyunlarında atletikanın müxtəlif növləri olmuşdur. 1837-ci ildə müasir atletikanın tarixinə deyilənə görə İngiltərənin Reqbi şəhərinin kollecinin şagirdləri arasında keçirilən 2 kilometr məsafədə olan yarışlarla başlanılır. 1851-ci ildə uzunluğa və hündürlüyə turnamı üzrə yarışlar keçirilir. 1896-cı ildə müasir atletikanın inkişafı yaranmış Olimpiya oyunları ilə bağlıdır. Burada atletikanın 100 metr, 400 metr, 800 metr, bir də uzunluğa tullama və müxtəlif növləri olmuşdur. Burada da kişilər iştirak etmişdir. 1912-ci ildə Skotum və Beynəlxalq Atletika Federasiyası, indiki adı ilə desək, World Athletics yaradıldı. 1922-ci ildə Azərbaycanda ilk atletika yarışları keçirilmişdir. Azərbaycanda Atletika Federasiyasının yaradılması, yəni World Athletics 1923-cü ildə yaranmışdır. 1992-ci ildə Azərbaycan World Atletikasının üzvüdür və həmin ildən də Azərbaycan atletika təsis olunmuşdur. Prezidenti isə Azərbaycanda Cavid Qurbanovdur. Atletikaya daxil olan hərəkətlər icra intensivliyi və məsafə müxtəlifliyi ilə fərqləndiyi üçün insan orqanizminə geniş təsir imkanına malikdir. Bu hərəkətlərin köməyi ilə qüvvə, dözümlülük, elastiklik, çeviklik, sürət, güc kimi hərəkətlər də, hərəkət qabiliyyətlər də inkişaf etdirilir, iradi keyfiyyətlər tərbiyə olunur. Olimpiya oyunlarının proqramında atletikanın kişilərin yarışında 24, qadınlarda isə 23 növü yadınızda qalsın. Olimpiyada deməli kişilərdə necə? 24, qadınlarda isə 23 və bir də qarışıq növ vardır. Qarışıq, yəni kişi, qadın estafeti qarışığı vardır ki, ümumi olaraq deməli Olimpiya oyunlarında 48 növü, dünya çempionatında isə bir dənə növ 50 kilometr idman yerişi əlavə olunaraq 49 növ daxil edilmişdir. Deməli, Olimpiya oyunlarımızda neçə növ oldu? 48, dünya çempionatında isə 49 növü atletikanın vardır. Atletikanın stadionundakı zolaqlar, baxın bu həmən zolaqlardır ki, 8 zolaq var. Atletika yarışı finala 12 nəfərlə çıxır. Nəticədə belə deyək də, nəticələr yarım final və final nəticəsinə görə aparılır. Qaçışa başlarkən start duruşunda durulur. Start iki cür olur müəllimlər, aşağı start, yuxarı start. Aşağı start qısa məsafələrə qaçışlarda durulur, 400 məsafəyə qədər. Yuxarı start isə orta və uzaq məsafəyə qaçışlarda durulmuş olur. Bir qaçış silsiləsində 2 qaçış addımı, 2 dayaq, 2 uçuş dövrü vardır. Qaçış qəlbi aşağı startdan qurulur. Qaçış qəliblərinin quraşdırılmasının da 3 variantı olur. Bunlar hansılardır? Burada yaxşı görsənməyib. Adidir, yaxınlaşdırılmış, bir də uzaqlaşdırılmış. Deməli, necə oldu? Adi, yaxınlaşdırılmış və uzaqlaşdırılmış oldu. Atletika bölmələri deməli, tullanmalar, yeriş, qaçış, texniki növləri bura daxil edilmişdir. İdman yerişi, silsiləli xüsusiyyətləri, bir də burada baxırıq indi idman yerişinə. Hərəkətlərin ümumiyyətlə xüsusiyyətlərinə görə yadınızda qalsın, silsiləli və qeyri-silsiləli olurlar bu hərəkətlər. İdman yerişi özü silsiləli hərəkətə aid edilir. Deməli, soruşulsa ki, idman yerişi hansı hərəkətə aid edilir? Deyirik ki, silsiləli hərəkətlərə aid edilir. Deməli, xüsusi dözümlülük təzahürü tələb edir. Yarış məsafələri müxtəlifdir. Vaxt və texnikasına görə adi yerişdən
fərqlənir? Bax, iki texnikası vardır. Hansılardır? Adi yerişdən fərqliliyi addım atarkən ilk daban yerə qoyulur, yadınızda qalsın. İkinci texnika isə diz burada qatlanmır. Qaçışdan fərqli olaraq yerişdə uçuş fazası vardır. Bax, sual olsa ki, qaçışdan fərqli olaraq yerişdə nə var deyirsiniz? Uçuş fazası. Bəs adi yerişdən fərqi nədən ibarətdir? Burada da ilk daban yerə qoyulur. İndi baxırıq, manejlərdə bilirik ki, keçirilir. Manejlər də qapalı arenalarda olur. Qapalı arenalarda 3 metr, 5000 metr, stadionda 5000, 10.000 metr, şosedə isə 20 və 50 kilometrlikdə keçirilir. Deməli, idman yerişləri harada keçirdi? Manejdə, stadionda və şosedə. Manejlərdə, yəni qapalı arenalarda keçirilənlərdə 3000, 5000 metr məsafədir. Stadionlarda keçirilənlərin məsafəsi belə deyək də, stadionun ölçüsü də gedir. 5000, 10.000 metr məsafə, şosedə isə 20 və 50 metr kilometrlik keçirilir. Bu yerişlər bütövlükdə qadın və kişilərə aiddir. Manejlərdə, qapalı arenalarda, stadionlarda olan məsafələr metrlə, gördüyünüz kimi, şoselərdə isə nə ilə göstərdi? Kilometrlə qeyd edilmişdir. İdman yerişində kişilər və qadınlar 20 və 50 kilo məsafələr klassik yarışlarda, yəni olimpiya oyunlarına daxildir. Deməli, yadınızda qalsın, hansılar idman yerişinin olimpiya oyununa daxildir? 20-50 kilometr olan məsafələrdir ki, bu da dedik 20-50 metr, kilometr olanlar harda keçirilir? Şosedə keçirilən oyunlardır. Qadın və kişi üçün burada eynidir. İndi isə müəllimlər, yerişdən qurtardıq, baxırıq qaçışa. Qaçış məsafəsinə görə 3 qrupa bölünür. Qısa məsafəyə qaçış, orta və uzaq məsafəyə qaçış. Deməli, qısa məsafəyə qaçışa sprint deyilir. Orta və uzaq qaçış yolunun eni 1,22 sm-dir. Plus da 1,11 Sürət keyfiyyətini təzahür etdirən məsafə qısa məsafədir. Bilirik ki, qısa məsafəli qaçışların hamısı hansı qabiliyyətə aiddir? Sürət hərəkə qabiliyyətinə aid edilir. Sprint qaçışı. Bax, bayaq dedim ki, qısa məsafəyə qaçış necə adlanır həm də? Sprint qaçışları. Qısa məsafədə qaçan idmançı öz qaçış yolundan başlayıb, finişdə eyni yolda başa vurmalıdır. Stadionda və manejdə keçirilir. Bax, bunlar. Komandalarımız necə verilir qısa məsafəyə qaçışlarda? Start, yəni yerlərinizdə diqqət, marş. 3 dənə komandamız var. Start, diqqət, marş. Fazalarımız isə 4-dür. Start vəziyyəti, start sürətlənməsi, məsafə boyu qaçış, bir də finiş etmə. Qısa məsafəyə qaçan idmançının sprinti idi. Ümumi orta məktəblərdə də sürət qabiliyyətinin inkişafı üçün 10 metr maksimal sürət, 30 metr, 60 metr və 100 metr məsafələrə qaçışlardan istifadə edirik. Deməli, 100 metr, 200 metr, 400 metr kişilər və qadınlarda yadınızda qalsın klassik məsafələrdir. Sonra dözümlük keyfiyyətini təzahür etdirən isə bilirik ki, orta və uzaq məsafəyə olan qaçışlardır. Bunlar da sədlərlə, maniyələrlə, estafet və kros qaçışlarıdır. Deməli, hansı qaçışlardır? Orta məsafə və uzaq məsafəyə aid olan sədlərlə, maniyələrlə, estafet və deməli, kros qaçışları. Orta və uzaq məsafəli qaçışlar isə yuxarı start vəziyyətindən başlayır. Deməli, qısa məsafəyə sürətə aid olanlar necə başladı? Aşağı, deməli, start vəziyyətindən, orta və uzaq məsafə isə yuxarı start vəziyyətindən. 800 metr məsafəyə qaçışda stadionda idmançı 100 metr öz yolunda qaçdıqdan sonra artıq birinci yola keçmiş olur. 1500 və daha çox
Deməli, 1500 və daha çox məsafələr start verilən kimi idmançı burada birinci yerə keçmiş olur. Burada komandalarımız 2-dir. Qısa məsafələrdə 3 idi, burada isə 2 idi. Qısa məsafələrdə necə idi? Start, deməli, diqqət, marş. Burada isə start və marşdan istifadə edilir. Fazalarımız elə burada da qısa məsafədə olduğu kimidir. 4 ədəddir. Start sürətlənməsi, məsafə boyu qaçış, finiş etmə. Orta məsafəyə qaçan idmançıya stayer deyilir, yadınızda qalsın. Stayer orta məsafəyə qaçan idmançılarımıza deyilir. Orta məsafəli qaçışlarımız 800 metr, 1500 metr, bir də bura belə deyək də 1 mil sayılı deyilir. Stadionlarda və manejlərdə kişilər və qadınlar üçün də eyni məsafəni qət edilir həmən qaçışlar. Uzaq məsafələr isə 3 metr, yalnız deyir, yəni yeniltmələrdə 3 metrdir. 5000, 10 metr stadionda deməli keçirilir. Qadınlar və kişilər üçün eynidir. 3000 metr dedik yeniyetmələr üçün, manejlərdə 3000 metri keçirilmiş olur. Sonra daha uzaq məsafələrdə isə dağda və şoselərdə yarım marafon, bir də tam marafon keçirilir ki, yarım marafon 21,098 kilometr, bütöv marafon isə, yəni ümumi 42,95 kilometrdir və ildə 3 dəfədən çox olmaz bunu keçirmək. Bundan əlavə saatlıq və sutralıq ultra marafonlar da vardır. Kross qaçışları. Kross qaçışları qarışıq növ olub, dağ krosu, dərə-təpə, eniş, yoxuş yerlərdə müxtəlif məsafələrdə keçirilir. Qadınlar üçün 6 kilometr, kişilər üçün isə 10 kilometr məsafələrdə dünya çempionatı keçirilir. Deməli, kross qaçışlarımızda qadınla kişinin necədir? Fərqlidir. 6 kilometr qadınların qaçışıdır, kişilərin qaçışı isə 10 kilometrdir. Sədlərlə qaçış. Hərəkət quruluşuna görə qarışıq növ olub, xüsusi dözümlülük, çeviklik, elastiklik kimi keyfiyyətləri təzahür olunması ilə seçilir. Kişilərdə yarışlarda 110 metr, qadınlarda 100 metr, kişi və qadınlarda 400 metr məsafə, yəni qarışıq olanda da 400 metr məsafədir. Niyə müəllimlər? Bura deyir ki, həm xüsusi dözümlülük, çeviklik, həm də elastik kimi keyfiyyətlər daxildir. Bax, burada sədləri tullanarkən biz nə etməliyik? Çevik hərəkət etməliyik. Burada həm bizə dözümlülük lazımdır, məsafəyə görə həm çeviklik, həm də elastiklik keyfiyyəti olmalıdır. Dedik, kişilərdə 110, qadınlarda isə 100 metrdir. Sədlərlə qaçışımız, bax, sədlər budur gördüyünüz kimi. Bu sədlərin üzərindən tullanaraq qaçırlar. Qadınlarda ilk səd 13 metrdir. İlk sədə qədər məsafə 13 metrdir. 13 metrlik gəlib qaçırıq. Sədlər arası, bax ki, bu məsafələr ki var, qadınlarda 8,5 metrdir. Son sədin finişə qədər, yəni sona qədər olanı qadınlarda 10 metr,5 santim. Səddin hündürlüyü isə, bax, burada hündürlükdür, 83,8 santimetr qadınlarda hesablanır. Kişilərdə sədin hündürlüyünə baxırıq, sədə baxırıq. İlk sədə qədər olan kişilərdə məsafə 13,72, qadınlardan artıqdır. Sədlər arası 9,4, son səddən finişə qədər, yəni sona qədər olanlar isə 14,2 santimdir. 14 metr, yəni 2 santim. Səddin hündürlüyü, müəllimlər, 106-dır, yadınızda qalsın. 106, belə deyək də 7 santim. Burada səddin hündürlüyü daha çoxdur. İlk qaçışıq səd isə, yəni 400 metrlik sədimizdə isə ilk sədə qədər 45 metr qaçırıq. Sədlər arası məsafə burada 35 metr olur. Son səddən finişə qədər olan isə, yəni son səddimizdən finişə qədər olan məsafəmiz isə 40 metrdir. Sədin hündürlüyü kişilərdə 91,4 santim, qadınlarda isə 76,10
10-2 santimdir. Deyir, bütün məsafələrdə sədlərin sayı eynidir, yadımızda qalsın. 10 ədəd səddir. Səddin çəkisi də 10 kiloqram, 16 kiloqrama təzyiq edəndə artıq asmış olur. 100 metr qadınlar, 110 metr kişilər, 400 metr qadın-kişi olimpiya oyunları proqramına daxildir. Yadınızda qalsın. Sədlər və qaçışlar aşağı start vəziyyətindən başlayır. Maneələrlə qaçış qarışıq növ olub, xüsusi dözümlülük, çeviklik, elastiklik keyfiyyəti təzahürü tələb edir. Kişilər və qadınlar məsafəyə 3000 metr qaçmalıdırlar. Bax, yəni burada həm sulu maneə var, həm də quru. Yəni burada sədd də gedir. 7 tam dövrə qaçılmalıdır. 7 tam dövrədə deyir, beynəlxalq standartlara cavab verən atletika stadionunun birinci cığırının bir dairəsi 400 metr məsafədir və 200 metr qaçırlar. İlk 200 metrdə maneə yoxdur. Yadınızda qalsın, 200 metrdə maneə yoxdur. Ümumi 35 ədəd maneə var. Ümumi, yəni sulu və quru olaraq 35 ədəd maneə var. Hər dövrədə bir sulu, yəni ümumi 7 bizim nəyimiz var? Sulu dövrəmiz var. 4 də quru maneəmiz var 7 dövrədə. Bunda deməli sulumuz 7, 28 quru maneələrin hündürlüyü kişilər üçün 91,4, qadınlar üçün 76,72. Bu hardaydı? Deməli, sədlərlə qaçışda, deməli, sədin hündürlüyü idi ki, elə məhz burada da eyni ölçüdə gedir. Quru maneələrin uzunluğu 3 metr 94 santim. Ümumi maneə uzunluğu 5 metr, sulu maneənin uzunluğu 3 metr 66 santim, hovuzun dərinliyi isə 70 santimetrdir. Və bu da oldu bizim maneələrlə qaçışımız. Maneələrlə qaçışımız neçə dövr oldu? 7 dövr. Hər dövrdə bir sulu, 4 quru var. Ümumi 7 sulu, 28 quru, belə deyək də 35 dəmir maneəmiz var. Estafet qaçışları. Estafet qaçışları quruluşca qarışıq növ olub. Sürət dözümlüyü, çeviklik təzahür etdirən komandalı yarış növüdür. Kişilər və qadınlar üçün 400 vur 100, 4 vur 400 metr klassik növləri stadionlarda keçirilir. Qeyri-klassik estafetlər isə deməli 4 vur 200, 4 vur 800, 1500. Ümumi ortada da neçəni keçmişdik? 4 vur 50 metrdir ki, bunlar yəni olimpiya oyunlarına daxil deyil. Estafet sözünün mənası ümumilikdə ötürmə deməkdir. Estafet ağacının ötürülmə üsulları vizual və qeyri-vizualdır. Estafetin ötürülməsindən asılı olaraq daxili, xarici və qarışıq ötürmələr edilir. Estafet ağacının gəlin ölçülərinə baxaq. Ölçülərinin uzunluğu 28-30 santim, çəkisi 50 qram, diametri 8 santim, 4 santimetrdə olur. Estafet ötürmə texnikası necə icra olunur? Yuxarıdan, aşağıdan, düz, irəliyə. Yəni ki, biz yuxarıdan ötürə bilirik, irəliyə ötürə bilirik, bir də aşağıdan estafet çubuğunu ötürə bilərik. Deməli, dedik ki, vizual və qeyri-vizual olur. Vizual, yəni gözümüzdən görürük də. Bu 4 vur 400-dür. Çünki uzağı görə bilirik. Qeyri-vizual isə görmədiyimiz ötürmələr isə 4 vur 100 metrə aid olur. Sonra əvvəlki qaydalara deyir olan ötürmə prosesi 10 plus 20 deməli artıq keçirilmir. Edilən son dəyişikliyə əsasən artıq yarışlarda estafetin ötürülməsi 30 metr dəhlizin 10 metr məsafənin ilk addımında ötürmə edilə bilər. Sonra fazalar hazırlıq, sürətmə və ötürmədən ibarətdir. Fazalarımız yadınızda qalsın 2 cürdür. Hazırlıq, sürətlənməsi və ötürmə. Qaçışların hər birində 3 ötürmə olur. Ötürmə deyəndə, yəni estafet çubuğunun burada ötürülməsi nəzərdə tutulur. 4 vur 100 metrdən 3 ötürmə dəhlizi vardır. 4 vur 400-dür, 4 vur 800-dür. Bax, bunlarda isə 20 ötürmə dəhlizi vardır. Məhz 4 vur 1500 də bura daxildir ki, bunlarda deməli bir ötürmədir. 4 vur 100, 4 vur 1500-də isə 3 ötürmə dəhlizi vardır.